Sultan Ofis'lə. İlk önce Röşen Bey'le alakalı nömrələrini demək istəyirəm. 051 558 0828. Ayşu xanımın nömrəsi 055 570 96 40. Təbii ki, mikrofondan istifadə edirik, amma maşınların səs küyündən o qədər səsimiz eşidilmir. Değerli izləyicilərimiz, tam yolun kənarında super yarım tikili şəxsi evimizin təqdimatına ne edirik? Başlayırıq. Gəlin, baxın, tam ana yolun üstüne yaxın, gördünüz mü? Oradan geldik, mesafesi 30-35 metrdir değerli izləyicilərimiz. Ayşu xanım, və bir də burada çox gözəl yaşayış evləri var ha. Çox Yaşayış evlərinin ortasında əla bir evlərdə. tikili şəxsi, beton monolitli, cüt daş, hər bir şey hazır şəkildə değerli izləyicilərimiz. Neçəyə havayı da havayı Röşen Bey. Bəli. Gerçekten bu kıymeti tabii ki kıymeti sonunda diyecek ki ahıra kadar izleyesiniz. Değerli izleyicilerimiz, şoka düşeceksiniz. Bu yolun üstünde bu cür şahsi yarım tikilinin bu kıymeti olması sizi şoka salacak değerli izleyicilerimiz. Buyurun geçin. Qiyməti buraxarsınız, mən deyərəm Ayşu xanım. Kıymeti ahırda size bırakacağım tabii ki. Darvazan güzelliğine bakın. Əlaqə nömrəmizi bəlkə deyək. Tabii ki Röşen Bey, niye demeyek ki? Ayşu xanımın əlaqə nömrəsi 055 570 96 40. Ve Röşen Bey'le alakalı nömrələri 051 558 08 28 değerli izleyicilerimiz. Ayşu xanım, bu çox geniş, iri bir Bəli. ev planında tikilibdir. Bəli. Bunları ətraflı, ekskluziv olaraq Sizin təqdimatınızda tam təqdimatı aparaq. Danışacaq, Röşen Bey göstərəcək. Değerli izleyiciler, Məhəllənin başı. Ətraf yaşayışdır. bu qiymətə belə bir ev məncə qaçmaz. Məncə də qaçmaz. Məncə qaçmaz. Hətta bu günləri buranın bir müştərisi var. Biz buranı çəkilişə qoymadan qabaq adam görməyib, canlı gəlib görəcək. Yəni qaçırmayın. Əldən gedir, qaçırmayın. Mən təqdimata başlayayım. Buyurun Röşen Bey. Ya Allah, bismillah. Buna deyərlər Sultan Ofis stili. Dəyərli dostlarım, sizlər üçün möhtəşəm, gözəl, yəni həyəti çox geniş, iri bir şəkildə olan, bax belə bir yarı tikili həyət evimizin çəkilişini aparırıq. Sonda qiyməti sizə deyəcəm, sona qədər izləməyinizi tövsiyə edirəm. Evimizin bax burada taxta tuxtaları gördüyünüz kimi var. Evimizin böyür tərəfinə keçmək olur. Bütün pəncərələrdə gördüyünüz kimi beton atılıb, pəncərələr geniş götürülüb. Hətta orada betonu mən sizə sürpriz olaraq saxlayırdım. Buradan gördüyünüz, baxın armaturları, betonları, hamısı həyətdə hələ yarım qalan daşı, qumu və s. kimi hər bir şəraiti dəyərli dostlarım var. Buradakı alt istəsəniz promoy qaraj və yaxud da istəsəniz panorama bir otaq kimi yarada biləcəyiniz bir stildir. Dəyərli dostlarım, evimizin hər iki tərəf böyründən keçid var. Evimiz kvadrat baxımından 150 kvadratlıq ev tikilibdir. Dəyərli dostlarım, çünki bunu özüm ölçmüşəm və bilirəm. Evimizin bax giririk iç hissəsinə. Ya Allah, bismillah. Burada deməli beton tökülüb fundamentə, əlavə gördüyünüz kimi tol çəkilibdir dəyərli dostlarım. Evimizin hər tərəfi buradan daha geniş görsəniz tol gördüyünüz kimi. Daşlar, kubiklər hamısı qoşa daşdır. Çox sağlam və keyfiyyətlidir. Nəm çəkən daşlar deyil. Əlavə olaraq da ki, burada gördüyünüz kimi torla atılıb ki, nəm verməsin. Yer də ümumiyyətcə skala yerdir. Nəmişlik bir yer deyil dəyərli dostlar. Bina evi də buradan görsəniz. Evimizin otaqlarını sizə göstərim dəyərli dostlar. Şübhəsiz ki, bura alt hissə qaraj nəzərində tutulubdur. Amma otaq kimi yerdən kürsü qaldırıb ki, kim istəsə şəxsi tikilidir. Bunu gələcəyində otaq kimi də yaradıb 2 mərtəbə etmək xüsusiyyətinə malikdir. Və əlavə olaraq dəyərli dostlarım, bu evi tam qaldırıb, burada əgər bir şahənşah yaratmalı olsaq, dəyərli dostlar, onu da deyim ki sizə, binənin bəlkə də ən gözəl yerlərindən biridir və ətraf çox mühütlü yaşayış məskənidir. Dəyərli dostlarım, sizləri çox yormadan evimizin qiymətini açıqlamaq istəyirəm. Ayşu xanım, gələ bilərsiniz. Zəhmət olmasa. Estağfurullah, zəhmət səbəbi yoxdur. Üşüdünüz?
Necə? Üşüdünüz? Biraz bugünler hava soyuktu. Zaten buranın çəkilişdə. Bu yerdə nə deyirlər? Üşüdüm üstümü örtsene anne. Bu günləri çok güzel bayram günüdür. Herkesin bayramını da buradan tebrik edirik değerli izleyicilerimiz. Mükemmel evimizin təqdimatını size gösterdik. Tabii ki bu qiymətə Qiymətini bilmirlər hələ deyim. buyurun deyin də millət şoka düşəcək demişəm. Qiyməti açıqlayıram. Buyurun. Ev sahibinin açıqladığı qiyməti deyim, yoxsa bizim qiyməti deyim? Bizə ki indirim elədi. Bize indirim elədi tabii ki. İndirimde olan qiyməti deyir Röşən bəy. Qoy onu da deyim. 68 min deyirdi ev yiyəsi. Biz amma 64 minə İndirim elədi. indirim elədi. Çox sağ olsun, var olsun ev sahibimiz. Sultan ofisten gelen güzel müşterilerimiz, değerli müşterilerimiz size sadece bura 64 bin manata. Gerçekten havayıdır, havayı. Buyurun da gelin.